Salam, hər birinizi xoş gördük. Biologiya 2025 DİM test toplusu 2-ci hissə Zuxal Montogenez hüceyrənin bölünmə üsulları mitoz və meyoz bölməsi üzrə testimizə qaldığımız yerdən davam edirik. Birinci suala baxaq. Diplos sözünün Yunan dilindən tərcüməsi. Diplos sözünün mənası bilirsiniz ki, iki qat deməkdir. İki qat da cüt sözünə uyğun gəlir, olur C variantı. Haplos sözünün Yunan dilindən tərcüməsi. Haplos isə tək deməkdir. Burada da düzgün cavab oldu C variantı. Meyozis sözünün Yunan dilindən tərcüməsi azalma deməkdir. B variantı uyğun gəldi. Heyvanlarda gələcək cinsi hüceyrənin inkişafına başlanğıc verən hüceyrə normada hansı xromosom dəstinə malikdir? Normada deməli o diploid xromosom dəstinə malikdir. Amma gamet formasında olanda təbii ki, haploid olur. Ona görə də burada uyğun gələn əvvəlki formada olmağı soruşur. O da diploiddir. 5-ə baxaq. Hüceyrədə zülalların, karbohidratların və yağların fasiləsiz sintezi mümkün deyil. Biz bilirik ki, deməli, interfazanın istənilən fazasında, istənilən mərhələlərində ümumiyyətlə bu proseslər gedirdi. Amma bölünmənin sırf özü olanda, yəni mitoz zamanı bu proses getmirdi. Uyğun gəlir D variantı. İnterfaza zamanı hüceyrənin həyat fəaliyyəti üzərində nəzarətə həyata nə keçirir? Baxaq görək keçirən hansı idi? Təbii ki, xromosomlar həyata keçirdirdi. B variantı. Mitoxondrilərin, xloroplastların, həmçinin Golgi aparatının elementlərinin sayının artması hüceyrə həyatının hansı dövründə baş verirdi? Bunlar da baş verirdi, təbii ki, interfazada. Heyvan orqanizmində istiqamətləndirici cisimciklərin xromosom dəsti. İstiqamətləndirici cisimciklər də qametlərlə eyni xromosom dəsti olurdu, yəni haploid olurdu C variantı. Meyozun birinci bölünməsinin anafazasında hüceyrənin qütblərinə çəkilir. Birinci bölünmə dediyinə görə, birinci bölünmədə bilirsiniz ki, anafaza mərhələsində xromosom 2, 4 olurdu. Ona görə deyirik ki, 2 xromatidli xromosomlar qütblərə çəkilir. D variantı. Xromosomda xromatidlər bir-biri ilə nə vasitəsilə birləşirlər? Sentromer vasitəsilə birləşirdilər. B variantı düzgün gələn variantımızdır. 11-ci suala baxaq. Deyir ki, yumurta hüceyrə və spermatozoidləri hansı terminlə ifadə etmək olar? Gametlərlə ifadə etmək olar. Y variantı. Bölünmə vətəri hansı fazada yaranmağa başlayır? Yaranmağa başlayırdı profazada. C variantı. Hansı fazada, səhv eləmirəmsə, burada somatik hüceyrədə bölünmə vətərinin əmələ gəlməsi hansı fazada başa çatır? Bəli, burada da başa çatmağı soruşurdu. Deməli, profazada başlayırdı, metafazada isə başa çatırdı. Y variantı. 14-ə baxaq. DNT-nin çiləşməsi hüceyrə həyatının hansı mərhələsində baş verir? DNT-nin çiləşməsi bilirik ki, interfazadan başlayır. Deməli, elə D variantı uyğun gələcək. Hüceyrə xromosomlarında xromatidlərin ikiləşməsinin əsasını nə təşkil edir? Xromatidlər nəyin hesabına ikiləşirdi? Onun tərkibində DNT var idi. DNT də öz-özünə sintezləyən zaman xromatidlər də ikiləşirdi. A variantı düzgün gələn cavabımız olacaq. Reduksiyon bölünmə. Reduksiyon sözünü ümumiyyətlə meyoz bölünməyə də deyirlər reduksiyon. Meyoz sözündə mənası azalma idi. Elə azalma prosesi baş verdiyinə görə deyirlər reduksiyon demək uyğun gəldi. C variantı. Sual işarəsinin yerinə nə yazılmalıdır? Baxın, mitoz bölünməni veribdir. Mitoz bölünmənin sonunda bilirsiniz ki, bir hüceyrədən 2 hüceyrə yaranır və hər birində xromosom sayı ananın xromosom sayı ilə eyni olur. Meyoz bölünmədə isə diploid saydan haploid xromosom dəstinə malik olan 4 dənə hüceyrə yaranırdı. Burada da haploidi nə ilə göstəriblər? Deməli, N ilə göstəriblər. O da C variantı. Meyozun hansı mərhələsində xromosomlar arasında irsi məlumat mübadiləsi baş verirdi? İrsi məlumatlar, yəni konjugasiya və Krassin-Gover prosesləri baş verirdi meyoz 1-in profazasında. Burada da həminki cavab olur elə D variantı. Drozofil milçəyinin ilkin cinsi hüceyrəsində meyozun birinci bölünməsinin anafazasının sonunda neçə xromosom olur? Gəlin əvvəlcə biz burada həm mitoz, həm də meyoz bölünməni fazalar üzrə yazaq, qarşımızda qoyaq ki, istifadə elədiksə ona baxaq, yerinə qoyaq. Profaza, metafaza, anafaza, telefaza necə idi? 2 xromosom, 4 xromatid, 2 xromosom, 4 xromatid, 4 xromosom, 4 xromatid, 2 xromosom, 2 xromatid. Bu mitozdur. İndi gəlin meyoz 1-i yazaq. Meyoz 1-də də həminki fazalar təkrar yazılır. Burada necə idi xromosom sayı? 2, 4, 2, 4, 2, 4, sonda isə N, S, yəni 1, 2 xromosom dəstinə malik demək hüceyrələr yaranırdı. Meyoz 2-də isə yenə həminki fazaları ardıcıllıqla yazırıq və burada nə ilə bitmişdi? 1-2 ilə bitmişdi. Demək, profazada elə 1-2 ilə
davam eləyəcək. Anafazada ikiləşəcək, telefazada isə bir də təzədən haploid saya düşəcək. Deyir, drozofil milçəyinin ilkin cinsi hüceyrəsində meyozun birinci bölünməsinin anafazasında. Biz bilirik ki, drozofildə diploid xromosom sayı 8-ə bərabərdir. İndi ki, meyozun birinci bölünməsinin anafazasının sonunda baxıram ki, meyozun birinci bölünməsinin anafazasında elə xromosom sayı neçədir? 2N'dir. Bunun da 2N elə 8-dir. Demək, uyğun gələn cavabımız olacaq A variantı. 20-yə baxaq. Deyir, drozofil milçəyinin ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafazasında neçə qız xromosom olar? Deməli, baxın, 2N bərabərdir 8. Meyozun ikinci bölünməsinin anafazası. Meyoz 2-nin anafazasında. Görürsünüz, xromosom yenə burada neçədir? 2N. Bunun da 2N neçə idi? Bunun da 2N elə 8-ə bərabərdir. Burada da düzgün gələn cavabımız olacaq B variantı. 21-ə baxaq. Əgər hüceyrədə DNT-nin sintezi gedirsə, bu hüceyrə həyatının hansı mərhələsindədir? DNT sintezlənirsə, təbiidir ki, bu interfaza mərhələsindədir. A variantı. 22-yə baxaq. Əgər drozofilin yumurta hüceyrəsində 4 xromosom varsa, onun bağırsağının bölünən hüceyrəsində metafaza mərhələsində neçə xromatid görmək olar? Yumurta hüceyrəsini verir. Ona görə tez yazıram ki, N bərabərdir. Buradan yazım. Çünki bağırsaq hüceyrəsi deyir. Bura baxmalıyıq. N bərabərdir 4. Onda bunun 2N neçə imiş? 2N 8 imiş. Onun bağırsağının bölünən hüceyrəsinin metafaza mərhələsində neçə xromatid görmək olar deyir. Deməli, bağırsaq hüceyrəsindən danışılırsa, orada mitoz bölünmə gedəcək. Meyoz bölünmə yadınızda qalsın ki, sadəcə olaraq qametlər yarananda gedirdi. Başqa heç bir yerdə meyoz bölünməyə rast gəlinmirdi. Amma digər cəhətdə, məsələn, ziqotun, nə bilim, quyruqdur, bağırsaqdır, somatik hüceyrənin hər hansısa biridir. Onlar yalnız mitoz yolundan bölünürlər. Deməli, biz burada tapdıq ki, bunun diploid sayı 8 imiş. Deyir, bağırsaq hüceyrəsinin bölünən hüceyrəsində metafaza mərhələsində xromatid sayı. Baxıram ki, mitozun metafaza mərhələsində xromatid sayı nə qədərdir? Xromosomdan 2 dəfə çoxdur. Bunun da diploid sayı 8-dir. 2 dəfə çoxdur deyə bunu vururam 2-yə. Bu da eləyir 16. Deməli, 22-də düzgün cavabımız oldu. Y variantı. 23-ə baxaq. Meyoz zamanı konjugasiya baş verir. Dedik ki, meyoz prosesinin birinci profazasında, yəni meyoz 1-in profazasında həm Krassingover, həm də konjugasiya prosesləri baş verirdi. C variantı düzgün gəldi. 24-ə baxaq. Deyir, aşağıdakılardan hansı doğru deyil? Doğru olmayanı soruşur bizdən. Baxaq. Meyozun ikinci bölünməsi zamanı homoloji xromosomlarda irsi məlumatı mübadiləsi baş vermir. Bəli, bunu düz deyir, baş vermir. Meyozun ikinci bölünməsi sonra əmələ gələn hüceyrələrdə haploid xromosom dəsti olur. Baxın, meyozun ikinci bölünməsindən sonra əmələ gələn hüceyrələrdə xromosom dəsti doğrudan da haploiddir. C variantına baxaq. Deyir, meyozun birinci bölünməsindən sonra əmələ gələn hüceyrələrdə haploid xromosom dəsti olur. Meyozun birinci bölünməsinin sonuna baxıram ki, doğrudan da xromosom dəsti haploiddir. Demək, bu da düzdür. D variantına baxaq. Meyozun birinci bölünməsindən sonra əmələ gəlmiş hər bir qız hüceyrədə DNT-nin ikiləşməsi baş verir və sonra meyozun ikinci bölünməsi baş verir. Xeyr, deməli, bu proses yalnız baş verirdi meyoz 1-də, yəni DNT-nin ikiləşməsi. Meyoz 2-də interfaza baş verir, düzdür, amma çox qısa çəkir və DNT orada ikiləşmir. Ona görə də burada deməli, düzgün gələn cavabımız olacaq D variantı, yəni bu doğru deyil. 25-ə baxaq. Deyir ki, heyvanların yumurta hüceyrəsinin yetişmə mərhələsində əmələ gələn A və B hüceyrələri haqqında deyilənlərdən hansı doğru deyil? Birinci baxaq ki, bu deməli, mərhələlərdə hansı proseslər gedir? Deməli, görürsünüz, bu 8 hüceyrə yaranana qədər bu hissədə gedir mitoz bölünmə və mitoz bölünmədə gametogenezdən danışırıq. Onu da qeyd edeyim. Gametogenezdə mitoz bölünmə zamanı xromosom və xromatid sayı 2N 2C idi. Sonra gəlir, bura çoxalma mərhələsi idi. Sonra gəlir böyümə mərhələsi. Böyümə mərhələsində interfaza prosesi gedir. Hüceyrə yalnız böyüyür. Burada isə demişik ki, xromosomlar qalır olduğu kimi interfazada, amma xromatidlərin, DNT-nin miqdarı artır. Ona görə də burada xromosom sayı olacaq 2N4C. Sonra gəlir bura, baxın, meyoz 1, bu da meyoz 2-dir. Meyoz 1-də sonda xromosom sayı biraz əvvəl yazdıq ki, N2C olur. Meyoz 2-də isə NC olur. İndi baxaq. Deyir, ada DNT-nin miqdarı yetişmiş yumurta hüceyrədə olduğu qədərdir. Ada DNT-yə dedik ki, 2C, yəni N2C yazdıq. B-də isə dedik ki, NC.
B, deməli bax bu hissə ümumiyyətlə yetişmiş yumurta hüceyrədir. Buranı deyir, nəzərdə tutur. Yönəlici cimci ilə də yumurta hüceyrə fərq eləmirdi. Hamısı bir-biri ilə eyni xromosom dəstinə malik idilər. Ona görə də hamısı N-C idilər. Yəni belə deyək, DNT miqdarı burada C idi. Burada isə dedik 2C-dir. Deməli elə A variantı bizim üçün deyəcək ki, səhv cavabdır. 26-ya baxaq. Deyir ki, insanın ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin profaza mərhələsində neçə xromosom, neçə xromatid vardır? Meyoza baxıram. İnsanda, demək, meyozun ikinci bölünməsi. İnsanda xromosom dəsti neçə idi? 2N 46-ya bərabərdir. Elə deyil. Baxın, meyozun ikinci bölünməsinin profazası. Bura baxıram. Meyozun ikinci bölünməsinin profazasında xromosom dəsti neyinibdir? Azalıbdır. Əvvəlcə 2N-dən başlamışdı. Burada isə xromosom dəsti azalıb 2 dəfə. Ona görə də 46-nı bölürəm 2-yə. Tapıram ki, burada oldu 23. Deməli, 23 xromosom varsa, bu da bundan 2 dəfə çoxdur. 23-ü vururam 2-yə, tapıram ki, 46 da xromatid var imiş burada. Deməli, düzgün gələn cavabımız oldu 26-da C variantı. 27-yə baxaq. İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom, neçə xromatid olar? İndi meyoz 1-i soruşur. Meyoz 1-in anafaza mərhələsində. Meyoz 1-in anafaza mərhələsində neyinibdir? Xromosom sayı dəyişməyibdir. Demək, 46 ilə başlamışdı, elə 46 olaraq da qalıb. Amma bura necədir? Baxın, xromosom xromatid sayını belə də yaza bilərik. 46, 92, 46, 92, 46, 92, 23, 46. Bu daha rahat olar. Deməli, anafaza mərhələsində hansını dedik? Dedik ki, 46 xromosom var, 92 dənə də xromatid var. Deməli, 27-də düzgün gəldi A variantı. 28-ə baxaq. İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom, neçə xromatid olar? İkinci bölünmənin anafazasında buranı deyir. Baxıram ki, burada xromosom sayı 2-dir. İnsanda da 2-in 46-dır. Xromatid də 2-dir. Yəni xromosomla xromatidin sayı bir-birinə bərabərdir. Ona görə də burada da düzgün gələn cavabımız olacaq B variantı. Yəni 23 xromosom, 46 xromosom daha doğrusu üzrlü say, 46 da xromatid. Sonra 29-a baxaq deyir. Yetişmiş yumurta hüceyrəsində 24 xromosom olan orqanizmi və həmin orqanizmin bölünən bağırsaq hüceyrəsinin anafaza mərhələsinin sonunda xromosomlarının sayını müəyyən edin. Deməli, yetişmiş yumurta hüceyrəsində nə qədər xromosom var? Deyir ki, yetişmiş yumurta hüceyrəsi, yəni N bərabərdir 24-ə. Onda bunun 2N neçə imiş? 2N də 48 imiş. Bizə nə deyir? Bölünən bağırsaq hüceyrəsi, yəni mitoz bölünməni deyir. Bölünən bağırsaq hüceyrəsinin anafaza mərhələsində. Baxıram ki, mitozun anafazasına neyinibdir? Xromosom 2 dəfə artıb. Məndə də xromosom neçədir? 48. 48-i vuraram 2-yə, 2 dəfə artdığına görə olar 96. İndi baxaq ki, 96 hansının qabağında yazılıbdır? Baxırıq ki, 96 yazılıbdır şimpanzenin önündə. Ona görə də 29-da düzgün gələn cavabımız oldu D variantı. 30-a baxaq. Bir fərdin bir nüvəli somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda görünən xromosomların sayı 24-dür. Bu fərddə yetişmə zonasının sonunda əmələ gələn yönəlici cisimciyin xromosom sayını təyin edin. Yönəlici cisimciyin xromosom sayı bilirik ki, haploiddir, yəni N-dir. Bu da deyir ki, somatik hüceyrədə anafaza mərhələsində 24 xromosom var. Somatik hüceyrəsi demək orada mitoz bölünmə gedir. Tez mitoz bölünməyə baxıram. Mitoz bölünmənin deyir anafazasında 24 dənə xromosom var. Baxıram ki, anafaza 4N-dir. Ona görə burada yazıram. Deməli, 4N bərabərdir bizə deyir ki, 24. Deyir, nəyi tapın? Yönəldici cisimciyin xromosom sayını. Yönəldici cisimciyin də xromosom sayını necə taparam? Yönəldici cisimciyi haploiddir. Ona görə belə yazıram ki, 4N 24-dürsə, onda N nə qədər olar? X olar. X də bərabər eləyər buradan 6-ya. Yəni N vuraq 24, bölək 4-dən N-lər ixtisar gedir. 24-dən 4-ü ixtisar eləyəndə və yaxud da böləndə elə 6 almış oluruq. Deməli, 30-da düzgün gələn cavabımız oldu A variantı. 31-ə baxaq. Bölünmə vətənin əmələ gəlməsinin başa çatması, xromosomların ekvatorda yerləşməsi, mitozun hansı fazasında baş verir? Təbiidir ki, biz ekvator sözünü görən kimi bilirik ki, bu metafaza mərhələsində baş verirdi, yəni Y variantı. Sentriolların hüceyrənin qütblərinə çəkilməsi, nüvədə ikiləşmiş xromosomların görünməsi, bölünmə vətənin əmələ gəlməsinin başlanması və nüvə qılafının həll olması hüceyrənin hansı fazada olmasına dəlalət edir? Bütün bu proseslər bildiyiniz kimi baş verirdi profaza mərhələsində, yəni D variantında.
Qız xromosomlarının hüceyrənin qütblərinə çəkilməsi mitozun hansı fazasında baş verirdi? Deməli, qız xromosomlar bilirik ki, mitozun deməli anafaza mərhələsində qütblərə çəkilirdi. 34-ə baxaq. Mitozda deməli iki xromatidli xromosomların bir xromatidli hala keçməsi hansı fazada baş verirdi? Mitozda deməli iki xromatidli xromosomların bir xromatidli hala keçməsi hansı fazada baş verirdi? Baxaq hansı fazadaydı? Deməli, burada görürsünüz, iki xromatidli xromosomlar. Bax, burada xromosomların, baxın, 4 bu nə deməkdir? Xromosomlar burada iki xromatidli idi. 4 olduğuna görə hərəsində bir xromatid var. Ona görə deyirik ki, anafaza mərhələsində baxın 4 xromosom, 4 xromatid. Bu o deməkdir ki, hər xromosomda bir dənə xromatid var. Burada amma bir xromosomun 2 xromatidi var. 2 xromatiddən keçdi demək anafazada bir xromatidli hala. Ona görə də 34-də düzgün cavabımız oldu C variantı. 35-ə baxaq. Meyozun hansı fazasında hüceyrənin qütblərinə tək xromatidlər çəkilir? Deməli, tək xromatidlər çəkilən hansıdır? Baxaq. Burada meyozu yazmışıq, oradan baxaq. Deyir ki, tək xromatidlər qütblərə çəkilir. Tək xromatidlərin qütblərə çəkildiyi faza hansı olar? Təbiidir ki, burada baxın, anafazadan usta demişik ki, xromosomlar, iki xromatidli xromosomlar qütblərə çəkilirdi. Amma meyoz 2-nin anafazasında isə bir xromatidli xromosomlar qütblərə çəkilir. Bax, 2 xromosom, 2 xromatid. Yəni, hər xromosomun bir xromatidi var. Ona görə, demək, burada düzgün gələn cavabımız olur Y variantı. 36-ya baxaq. Epitel hücrəsində həyat siklinin hansı fazasına DNT-nin sintezi gedər? Epitel onsuz da somatik hüceyrədir. Somatik hüceyrədirsə mitoz bölünmə gedir. Əgər burada da DNT-nin sintezindən danışılırsa, demək DNT harda sintezlənəcək? Deməli, interfaza mərhələsində sintezlənmiş olacaq. 37-yə baxaq. X, Y, Z-i müəyyən edin. Deyir ki, X xromosom sayı. Burada neçə xromosom görürük? Baxın, bu 1 xromosom. Bu da 1 xromosom. Demək, neçə dənə xromosom var? X-i tapdım ki, 2-dir. 2 dənə xromosom var. Xromatidim Y-dir. Baxaq, neçə dənə xromatid var? Bundan hərəsi bir xromatiddir. 1, 2, 3, 4. Deməli, 4 dənə xromatidim var. Deyir ki, DNT zəncirlərinin sayı. Demişik ki, xromatid sayı bərabərdir DNT-nin miqdarına. Mən də tapdım ki, xromatidim nə qədərdir? 4 dənə. 4 xromatiddirsə, onda 4 dənə də DNT-dir. Amma bu mənə zəncir deyir. 1 DNT-də neçə zəncir var idi? 1 DNT-də 2 zəncir var idisə, 4 DNT-də neçə zəncir var? X qədər. X bərabər eləyir 8. Demək, burada Z də nə qədər olacaqdı? 8 olacaqdı. Düzgün gələn cavabı olacaq 2, 4, 8. O da olur D variantı. 38-ə baxaq. Meyozun hansı fazalarında hüceyrənin xromosom sayı fərdin somatik hüceyrəsinin xromosom sayına bərabər olur? Baxaq, hansı fazalarında deyir. Deməli, meyozun, yəni 2 olur, onu demək çalışır. Meyozun, bax, meyoz 1-in profaza, metafaza, anafaza mərhələlərində hamısında 2-dir. Yəni, fərdin somatik hüceyrəsinə bərabərdir. Meyoz 2-də isə yalnız anafazada bərabərdir. İndi variantlara baxaq. Deyir, telofaza 2. Telofaza 2-yə baxıram ki, yox, haploiddir. Demək, bu variant deyil. Sonra baxıram, deyir ki, profaza 2. Profaza 2-yə baxıram ki, yenə haploiddir. Demək, bu variantda deyil. Sonra deyir, telefaza 1 və telefaza 2. Telefaza 1-də haploiddir, telefaza 2-də yenə haploiddir. Demək, bu da uyğun gəlməyəcək. Sonra deyir, telefaza 1 və anafaza 1, xeyr, burada da fərqlidir. Anafaza düzdür, amma telefaza fərqlidir. Y variantda deyir ki, anafaza 1 və anafaza 2. Yəni, birinci bölünmənin anafazası baxıram ki, 2-dir. Bir də ikinci bölünmənin anafazası 2-dir. Demək, meyozun hər iki bölünməsinin anafaza mərhələlərində xromosom sayı fərdin somatik hüceyrəsinin xromosom sayı ilə eyni olur, yəni bərabər olur. 38-də düzgün cavabımız oldu Y variantı. 39-a baxaq. Deyir ki, şimpanzenin qametinin autosom xromosom sayı 23-dür. Bu orqanizmdə meyozun birinci bölünməsinin sonunda əmələ gələn hər bir hüceyrədə neçə xromosom, neçə xromatid olar? Demək, deyir ki, qametində autosom xromosom sayı 23-dür. Autosomu veribdir, cinsini verməyibdir. Qametdə də bilirsiniz ki, bir dənə cinsi olur. Ona görə tapdım ki, bunun demək, eni 24-dür. Eni 24-dür, sonda bunun 2 eni neçədir? 2 eni də olacaq 48. İndi nə deyir? Meyozun birinci bölünməsinin sonunda əmələ gələn hər bir hüceyrədə neçə xromosom, neçə xromatid olar? Tapdım ki, bunun 2 eni 48-dir.
İndi meyozun birinci bölünməsini deyir. Bax 2-nin 48-dir. 48, 48, 48 sonda neçə oldu? Bölündü elə 2 yerə. Bax 2 dəfə azaldı. Deməli onda burada xromosom sayı oldu 24. Xromatid sayı nə qədər olacaq? Bundan 2 dəfə çoxdur. Yəni 24-ü vururam 2-yə, bu da bərabər eləyir 48. Mənə uyğun gələn cavab olmalıdır 24 və 48. Deməli 39-da düzgün gələn cavabımız oldu Y variantı. 40-a baxaq. Şimpanzenin qametinin autosom xromosom sayı 23-dür. Bu orqanizmdə meyozun sonunda əmələ gələn hər bir hüceyrədə neçə xromosom, neçə xromatid olar? Yenə də bizə nə deyir? Deyir ki, autosomun sayı 23 veribdir qametdə. Yəni n bərabərdirsə 23-ə, tez üstünə 1 gəldim, tapdım ki 24-dür. Deməli bunun eni 24-dür, sonda 2 eni də neçədir? 2 eni də olacaq 48. Bu orqanizmdə meyozun sonunda əmələ gələn hüceyrə. Meyozun sonuna baxıram ki, əmələ gələn hüceyrə necədir? Hər ikisi haploiddir. Hər ikisi haploiddirsə, onda bunun 2 eni 48-dir. N bərabərdir 24. Burada da baxın bu 2 dəfə azalmışdı, 2-yə böldüm. Bu da 4 dəfə azalıbdır. Burada necədir? Yəni 48 96 deməkdir. 48 96 48 96. Yəni 4 bundan 2 dəfə çoxdur. Ona görə də 48-i vururam 2-yə, tapıram 96. Deməli baxıram ki, xromatid burada 96 idi. Neçə dəfə azalıbdır? 4 dəfə. 96-nı da 4-ə bölsəm düşəcək neçə? N bərabərdə olacaq yenə də 24. Deməli həm xromosom, həm də xromatid sayı 24-ə bərabərdir. Düzgün gələn cavabımız oldu A variantı.